Əziz və dəyərli izləyicilərimiz, bugün ATV1 kanalında qürbətdən gələn səs verilişinə başlayırıq. Verilişimizdə Azərbaycan çağdaş ədəbiyyatımızın nümayəndəsi Nasir şairə Nisə xanım Aslan Sadiqin Alın Yazısı kitabının təqdimatıdır. Hər birinizi mən də salamlayıram, xoş gəlmişsiniz deyirəm və ilk sualı da Nisə xanıma müraciət edirəm. Nisə xanım, ilk öncə sizə uğurlar arzu edirik və sizi təbrik edirik ki, kitabınız çap üzü görüb, işıq üzü görüb. Oxucularımız üçün də maraqlıdır, bizim üçün də maraqlıdır. Kitabınıza Alın Yazısı adını vermişsiniz. Bu yazı hardan qaynaqlanır? Necə olub ki, bu adı siz kitab üçün seçmişsiniz? Buyurun, söz sizindir. Alın yazısı bildiyimiz kimi o deməkdir ki, insanın Allah Taala'dan yazılan bir bəxt. Əgər sənin qarşında bu bəxt tale yazılırsa, işte sən bu taleyi görməlisən. Alın yazısı deməli, iki gəncin məhəbbətinin bəhsidir. Orada deməli, bunlar qovuşa bilmirlər və müəyyən vaxtlar keçir, yəqin ki, əsr yarım, daha çox bəlkə də keçir. Bir başqa insan olur ki, yoxda görür ki, həmin bu bunlar birləşmir, vaxtilə dünyasını dəyişən oğlanı yuxusunda görür. O insanın da özünün evladı olmurdu və istəmirdi ki, ailəsindən boşana ya başqa cür. O özü də elə bir 22-ci əsr gəlmişdi. Bu əsrdə onu deməkdir ki, hər şey mümkün idi, hər şey olar. Süni yollarla da uşaq düzəltmək olurdu, hər şey də olurdu. Amma nə gülsə bunlar da alınmırdı. Bu ailə çox bir-birinə mehriban olan bir ailə idi. İndi bu kişi yuxusunda gəminlə gedir, bir də görür ki, balaca bir uşaq onu ata deyə çağırır və uşaq adını deyir, Alem. Kişi durur yuxudan, başlayır öz həyat yoldaşlarına bir yerdə səfər edirdi. Yuxusunu buna danışır. Deyir ki, mən də görmüşdüm ki, bizim bir oğlumuz olacaq. Bu yuxuda hətta qışqırır ki, Alem deyəndə bu görür ki, gəmi içində bir oğlan, cavan oğlan belə baxır buna ki, siz mənə mi çağırdınız? Deyir ki, baxır, deyir yox. Bu axı yuxuda gördüyü bu deyildi. Və bunlar başlayırlar, alimlərin nəticəsindən güclü bir alimlər, Amerikan alimi olur, Japon alimi olur, bunlar dil yetişdirmə alimləri olur. Və bunlar başlayırlar, bu kişidə məlum məsələdir ki, İsa adında bir böyük bir biznesmen olur, bunun hər cür sərvəti var, nə istəsə eləyə bilər. Bu alimlərdən xahiş edir ki, bəs mənə elə bir evlad düzəldin ki, bu mən yuxuda gördüyüm adam olsun. Bu deyir ki, eləyə bilərik, ancaq deyir yox. Bu mən gördüm ki, bu ölüb. Vaxtilə olub, yaşamış adam. Çox uzun gəzginlikdən sonra bunlar bu adamın doğrudan da həyatda olduğu məlum olub ki, hardasa 20-ci əsrlərdə, 19-cu əsrlərin axırlarında heykəltaraş Alem adlı bir oğlan olub. Və doğrudan da bu gəmi səhətində gəmidə öz qayğıyla həlak olur. İndi bunlar bunu axtarırlar ki, bunu necə tapsınlar? Aradan bir əsr keçib, əsr yarım keçib, bu insanın qəbri tapılmalı idi ki, bunun alın sümündən, saç tükündən götürülüb bu insan yaradılır. Bu insanda bu məlum məsələdir ki, doğulmayan insan bu robot şəklində olmalı. İndi bunlar başlayırlar bunu axtarmalı. İllər keçir və nəhayət ki, oğlan tapılır. Onun qəbri tapılır. Mən onu keçən dəfə də qeyd eləmişdim. Kitabımda yazmışam ki, tapılır nə baş verir və buna Alın Yazısı adı verilir bu kitaba. Mən onu oxuculara həvalə edirəm ki, bu özləri oxusun, özləri maraqlansın ki, o olur ki, kitabın adı Alın Yazısı adını alır. Hayır, mən qısa şəkildə. Aydın. Özümüz oxuyarıq, mən oxumuşam. Oxumaq lazımdır, mənim kitabım bugün. Mən bir dəfə kitab oxumuşam, çox xoşuma gəlibdir. Oxuduqca da istəyir oxusun, çox uzundur məqalədə, yəni bu roman. Çox təşəkkür edirəm. Sağ olun, sizə bir daha yaradıcı uğurlar arzu edirik.
Əlbəttə ki, bugünkü verişimizdə burada əyləşən hər bir ziyalı, hər bir şair, yazıçı sizin yaradıcınıza bələddir. Sizin yaradıcınızı çox istəyirlər, oxuyurlar. Oxucu auditoriyamız var. Və bugün sizin yaradıcınız barədə danışmaq üçün sözü ədəbiyyatşünas təhlilçi Sevil xanıma veririk. Buyurun Sevil xanım, Nisə xanımın yaradıcılığı barədə oxucularımıza, tamaşaçılara öz fikirlərinizi bildirin. Mən də ilk öncə hər birinizi salamlayıram. Alın Yazısı adlı roman kitabına görə Nisə Sadiqini təbrik edirəm, uğurlar diləyirəm. Növbəti kitablara imza atasınız inşallah. Romanın qısa məzmunundan bəlli oldu ki, romanda müxtəlif xalqın nümayəndələrindən bəhs edirsiniz. O da Alın Yazısı adına uyğunluq, bu həmin uyğunluq insanı, oxucunu düşündürür. Yəni, bu müxtəlif xalq nümayəndələrinin bir-birini sevməsi. Həmçinin öz müsəlman millətimlə birlikdə. Müsbət aranız bizi özünə cəlb elədi və o da əsas verdi ki, indi sizlə birlikdəyik. Kitabı yəqin ki, oxucu kütləsi çox maraqla qarşılayacaq, oxuyacaq. Mən də əsəri tam oxuyub, əsər haqqında öz ədəbi təhlillərimi edəcəm. Vərəqləyirəm, maraqlı gəlir. Sonra Alın Yazısı adı ilə uyğun gələn bir şeirə rast gəlirəm. Yol ayrıcında. Elə adından göründüyü kimi şeirlə birinci dəfə tanışam, üzündən oxumaq istəyirəm. Və belə baxanda Alın Yazısı adı ilə şeirin məzmunu uyğunluq təşkil edir. Nə mənada? Burada yola çıxan bir yolçunun yolda narahatçılığı, hələ bilmir bu yolda hansı talih onu gözləyir. Eləcə də qürbətdən gələn bir yolçunun yolçuluğu həqiqətən adamı düşündürür və bütün yola çıxanlara, necə deyim, açıq yol diləyirəm. Yolları açıq olsun, yolları rahat olsun. İnşallah yenə də görüşərik Nisə xanım. Bir daha sizi təbrik edirəm. Bol-bol uğurlar diləyirəm. Yol ayrıcında. Bu yol mənim yolum, həyat yolumdur. Bəlkə sınaq üçün daşlı kəsrəkli, ya ağrı acılı, dərdlə doludur. Yoxsa sınıq salxaq qəm kərvanıydı, ya xoş günümdə bircə anımdır. Daim ümid dolu bir yol gedirəm, arzuya çatmağa ümid edirəm. Bilirəm çətindir, keşməkeşlidir. Nə ağrı çəksəm də mən hey gedirəm. Ürəyim qəm qüssə, qəmlə doluydu. Bu yol mənim yolum, həyat yolumdur. Yollar uzun uzaq, mən tələsirəm. Niyə gümansızam, tir-tir əsirəm? Tələsdirir məni, yolumu kəsir. Bəlkə üzdən iraq, könüldən uzaq. Ölüm mələyimmi yolumda durur? Ölüm mələyimmi yolumda durur? Məni tələsdirir, yolumu kəsir. Niyə mən gərginəm, niyə küskünəm? Mən elə bilirəm, küləklər əsir. Həyata vida et, deyir mələklər. Bəlkə ölüm mənim yolumu kəsir. Yolum yanrıdadır, həyat daldadır. Ürəyim sınıqdır, qəmlə doludur. Heç nəyi tərk edib qaça bilmirəm. Ümidim nədəndir, məni aldadır. Bu yol mənim yolum, həyat yolumdur. Ürəyim niskinlə, dərdlə doludur. Heç vaxt ürəyimizdə niskin, qəm olmasın. Yolumuz həmişə açıq, rahat olsun. Çox sağ olun. Əlbəttə Nisə xanımın zəngin yaradıcılığı var, hər birimiz bildik. Amma mən Nisə xanıma bugün ənənəvi bir sualla müraciət eləmək istəyirəm. Nisə xanım, siz ilk şeirinizi nə vaxt, hansı münasibətlə, nə münasibətlə yazmısınız? Bir də yaradıcılıq sizə hansı zövqü verir? Siz yazarkən, yazandan sonra hansı rahatlığımı tapırsınız, narahatlığımı tapırsınız? Xahiş edirəm izləyicilərimizə bu barədə fikirlərinizi bildirəsiniz. Mən sözün düzü, elə ilk yaradıcılığı mən bilmirəm. Nə vaxt, harada başladı. Ancaq mən bir də görürsən ki, gecənin bir aləmindəmi, hardasa mənə bir gözəl bir səs gəlir.
gözəl bir söz gəlir. Mən onu durub dərhal köçürürəm telefona, alıram kağıdımı. Yoxsa mənim yadımdan çıxır. Ya şeir olsun, ya hikayə olsun, yəni. Məsələn, mən dünən yox sırayına gün getmişdik, bir şəhid ailəsinə getmişdik. Mən orada o qədər mənə təsir elədi o şəhidin ailəsində. Nə qədər insan cavan bir ailədirlər. 45-40 yaşlarında olar. Bu cavan ailə evlad itkisini, ağrısını verir. Və buna baxmayaraq o qürur hissini ki, onlar duyurdular. O qədər belə məğrur dayanırdılar. Mən özümdən asılı olmayaraq gözəl bir hekayə yazdım. Yəni ki, insana nəsə təsir edir. O təsir edir. Elə olur ki, mən hekayələrimi, romanlarımı yazıram göz yaşlarımla, ağrılı acılarla, ya şeirimi yazıram öz onlara elə bir hissə qapıram, mən onu ağlaya-ağlaya Yaradırsan. ağlaya-ağlaya yaradıram. Ona görə onu demək olmaz ki, hardan necə başlamışam. Siz Sevil xanım qeyd elədi, həm yazar kimi, nasir kimi, şair kimi, yəni böyük hörmət və nüfuz sahibsiniz, həm də ki, sizin bir xasiyyətiniz, o həssaslığınız, o təvəzzökarlığınız oxucularda böyük sizə qarşı deməli rəğbət yaradır. Ona sizə bir daha uğurlar arz edirik. İndi isə çağdaş ədəbiyyatımızda öz imzası ilə tanınan nasir şairə xanım Ruhə xanıma söz veririk. Ruhə xanım, Nisa xanımın yaradığı barədə oxucularımıza, izləyicilərimizə xahiş edirəm, öz fikirlərinizi bildirin. Təşəkkür edirəm Elbər müəllim. Əvvəla Nisa xanım başda olmaqla burada əyləşən dəyərli qələm dostlarımı salamlayıram. Bilirik ki, mart ayı bizim üçün bayramlar ayıdır. Qarşıdan ilaxır çərşənbəmiz gəlir, bahar bayramımız gəlir. O münasibətlə hər birinizi təbrik edirəm. Sizin simanızda bütün Azərbaycan xalqımı təbrik edirəm. Yaxşı adam həqiqətən də tapıntı, şeirdə tapıntı söz olur, deyə tapıntı. Yaxşı adam bizim üçün tapıntı deməkdir. Mən Nisa xanım mənim üçün 2025-ci ilin hədiyyəsidir mənə. Bax, özü qeyd elədi ki, yəni mən roman yazıram, sonra mən ağlayıram. Yazıcıda bax bu 3 amil olmalıdır. Mən ötən dəfə də söylədim ki, birincisi güclü müşahidə qabiliyyətidir. İkinci Allah verdiyi istedaddır birinci, güclü müşahidə qabiliyyəti, bir də həssas qəlbdir. Bax o Nisa xanımda həssas qəlb var. Ürək yanmasa gözdən yaş çıxmaz. Nisa xanımın burada bir demək sözünü qeyd eləmişəm. Nisa xanımın gözəl aforizmləri var. Bəzən iri həcmli şeylərdə biz sözümüzü məsələn deyə bilmirik, amma kiçik həcmi kiçik, amma mənası böyük sözlər deyirik. Demək, insan nə qədər vətənpərvər olursa, bir o qədər keçmişə qayıdır. Baxın, cümlə nə qədər düşündürücüdür. Kiçik bir cümlədir, həcmli, amma mənası böyükdür. Həqiqətən də bəli, insan nə qədər vətənpərvər olursa, bir o qədər də keçmişə qayıdır. Baxın, keçmişə qayıdan, keçmişlə yaşayan insanlar birinci növbədə sədaqətli olurlar, etibarlı olurlar, vətənə bağlı olurlar, vətən sevdalı olurlar. Bütün bu cümlədə gör nə qədər bir söz cəmləşib. Nisa xanım vətənə bağlı insandır. Nisa xanımın qələmi ilə öz qələmimdə eynilik gördüm. Çünki biz ikimizin də əsas ki, vətənlə bağlıdır. Nisa xanımdan bir fikir yarandı məndə, onun əsərlərini oxuyanda ki, Nisa xanımdan Qarabağımızın ətri gəlir. Əsərlərindən bu qaynaqlanır. O insanın təbəssümündə hər şey görmək olur. Onun qəlbini də, onun yazılarını da, o yazılara yansıyır onun təbəssümü. Nisa xanımın Balaca qızın böyük hekayəsi əsərini oxudum və bir əsərlə mən müəyyənləşdirdim ki, Nisa xanımın qələminin gücünü müəyyənləşdirmişəm. Mən istərdim ki, Nisa xanım nəsrin daha çox üstünlüyü verdim Nisa xanımın. Şeirləri də gözəldir, bir-birindən qəşəngdir. Uğurlar arzu edirəm Nisa xanım sizə. Uğurlarınız davamlı olsun. Bol-bol uğurlar olsun sizə. Yazın, yaradın, biz də sevə-sevə oxuyaq və sizin şeirdən birini mən icazənizlə oxumaq istəyirəm. Yaman dünya. Sən qiymət qoymadın inciyə safa. Bir gün olacaqmı? Gəldin insafa.
Mən ölü, sən qalıb bu dünya yaman. Zalıma zülm edən yaman dünyadır. Qurdla qiyamətə qalan dünyadır. Birinə zülm etsən, əvəzsiz deyil, səni o kimsəyə möhtac eyləyib. Səndən qisasını alan dünyadır. Baxın, kiçik həcmli şeirdir, amma mənası böyükdür. Təşəkkür edirəm Nisə xanım, gözəl şeirə görə. Və mən, buyurun. Məsələn, mən çox vətənpərvər. Bəli, Hətta qürbətdə də öz vətənimin həmişə demişəm, milliliyini, mentalitetini aşılamışam, Bəli. qorumuşam, saxlamışam və ətrafıma da həmin onları yayınlamışam. Onları da calaşdırmışam. Bəli. Yəni ki, mənim ətrafımdakı olan adamlar milliliyinə, mentalitetimize qulluq edən insanlardır. Burada mənim kitablarımda, indi bu alın yazısı mənim 5-ci kitabımdır. Baxırsınız, Azərbaycanın Bəli. bayrağıdır. kitabın çox gözəl adı da var. Qırmızı, Bəli, gümüş, alın yazısı isə ağ. bəli. Elə bil mən Azərbaycanın bayrağı və ağ da gəlirsə, yenə də qırmızı, göy, ağ, bu elə bir Rusiyanın bayrağı kimi. Bəli. Yəni ki, mən Rusiyada yaşayıram və Bəli. özümdə Çox də gözəl. vətənpərvərlik Çox gözəl. keçirmişəm. Gözəl kəşf edirsiniz. Və mən o qədər dostlarıma mən sevinirəm. Mən seçdiyim dostları artırıram. Bəli. Mən dostlarıma hələ elə bir dostum yox ki, mən ondan inciyim, küsüm. Mən onları o qədər artırmışam, o qədər çox almışam. Çox təşəkkür edirəm Nisə Və xanım, hər xoş biri də oldu. mənim, inanırsınız, hər bir dostumun səsi telefonuna girdi, mən onu tanıyıram. Anındaca onu tanıyır, onu sevir və adını çəkirəm və deyirlər ki, bu qədər dostlarım. Nisə xanım, üzr istəyirəm, bir yazar kimi demirəm, bir vətəndaş kimi bir vətən övladının uzun illər qərbdə yaşamağına baxmayaraq dilinin dəyişməməyi ilə vətənə olan sevgisinin bariz nümunəsidir. İnanın mənə, mən sizi tanımağıma çox şad oldum. Həqiqətən də yenə deyirəm, yəni səmimiyyətinizlə mənim ürəyimə yol tapmısınız, təbəssümünüzlə. Çox sağ olun. Mənim üçün birinci səmimiyyətdir. Səmimiyyət olmayan yerdə yaradıcılığı da mən, yəni ikincidir mənim üçün. Səmimiyyət birincidir. Bir daha təşəkkür edirəm sizə. Çox sağ olun. Mən bu dostlara bir şeirim var. Buyurun. Bir gül idi budağından atılmışdım. Gönçəsindən vurulmuşdum. Dəftərimlə kırılmışdım, darılmışdım. Daş altından, gönçəsindən çiçək kimi nihayət ki açılmışdım. Yazın isti nəfəsinə. Məni arayıb axtaran yaxşı dostlarım səsimə. Bu səs mənim də səsimdir. Allah səs Mənim də səsim çox gözəl. Təbrik edirik, çox gözəl. Bəli. Çox sağ olun. Mən hesab edirəm ki, həm izləyicilərimiz üçün, həm bizim üçün maraqlı bir sual vermək istəyirəm Nisə xanıma. Nisə xanım, siz təbii ki, Nasir kimi, şair kimi yəqin ki, belə şübhəsiz mütaliə edirsiniz, yəni bədi ədəbiyyatlar oxuyursunuz. Sizin üçün istər klassik ədəbiyyatımızdan, istər çağdaş ədəbiyyatımızdan kimin yaradıcılığı daha çox maraqlıdır, kimin yaradıcılığını daha çox mütaliə edirsiniz? Hansı şairin? Yəni mən keçmiş şairlərimin yazışlarını qeyd edim, yoxsa indiki? Fərqi yoxdur, istər klassik olsun, istər müasir çağdaş ədəbiyyatımız olsun. Ən çox üz tutduğum indiki şairlərimizdən mən Ruhiyyə ilə tanış oldum. O qədər onun yaradıcılığı mənə xoş Təşəkkür gəldi. Mələkə xanımın özünün gözəl şeirləri, mən istəyərdim, siz uşaqlıqda gözəl bir şeir demişdiniz. Siz ki dərsdən qaçırmışdılar, müəllimlər eləmişdi, ananızla, Yaxşı, qardaşınızla. onda sizin şeirinizi demək istirdim, onda ikinci dəfə siz şeir deyək. Bu şeir bu qədər Mən həmişə o şeiri deyəndə ağlayıram, ağlasam gülməyin mənə. Əvvəla qonaqlarımızı, izləyicilərimizi salamlayıram. Qarşıdan gələn Bahar Novruz bayramını da təbrik edirəm, hər birinizin, bütün izləyicilərimizin. Nisə xanım, sizi tanıdığıma çox şadam. Sizin bu Alın Yazısı adlı kitabında redaktor olmaq, məmnuniyyətlə onu götürdüm, qəbul elədim və özünüz sizlərin dediyinə görə kitab yüksək səviyyədə çıxıb, nəfis tərtibatla çıxıb. Bu münasibətlə sizi daha təbrik edirəm. Artıq 5-ci kitabımdır. Bəli, gözəl kitabdır. Hə, şeiri gələndə isə uşaqlıq çağımda bir şeiri demişəm, Nisə xanım eşidib, onu deyir sizlərə çatdırım. Mən balaca, 3-cüdə oxuyurdum sinifdə, yoxsa məncə 3-də oxuyurdum.
Anam birdən-birə başladı ki, dərsə bugün getmə. Onda mən dərsə getməmək nədir, dəli oldum, qışqırdım, ağladım ki, yox, gedib gedəcəm. Onda həm məni anam döyübdü, həm qardaşlarım, həm də müəllimin kəndin o başından bu başına gəlib məni döyməyə ki, niyə dərsdən qalırsan. Mən də onu rıçqa ilə qələmə alıb saxlamışdım, sonradan onu şeir kimi, bilmirdim mən şeir yazıram da, onu dəftərə yazdım. Çoxlar dedi ki, bu şeirdir. Uşaq vaxtında cızmaqar elədiyimdə demişdim ki, uşaqlıq çağında, xoş zamanında anamız təkidlə dedi bir anda, işim var, məktəbə getməsən bugün, beşliyin yanından itməsən bugün, var şüvən eləyib qalmaram dedi. Üç qardaşım mənə hisslə baxdılar, məni bürüşdürüb küncə sıxdılar. Dedilər, sən qızsan, keç otur evdə, qızlar qalmalıdır bucaqda, divdə. Yaransan, bir də qız olmaram dedi. Yerlədi dişlərim ipli beşiyi, sahmana salırdım evi, eşiyi, ağlayıb tökürdüm hey göz yaşımı, müəllim kəsəcək dedim başını, dərsində olsaydım ölmərəm dedi. Qapımız açıldı ağrı anımda, müəllim bir anda oldu yanımda, tərsinə fırlandı zaman gözümə, o tərs baxışlarla baxdı üzümə. Dayı sizi bu hala salmaram dedim, bir daha dərsimdən qalmaram dedim. Sabahdan dərsə gəlmənsə gedirəm, sizlərin hər birin belə güdürəm. Beşikdə körpəyə qurban olasan, nə badə bir daha dərsdən qalasan. Bir daha dərsimdən qalmaram dedim. Müəllim zəhməti gör nələr edib, o sinif hər yerdə irəli gedib. Bəhrəmiz sizdəndir, Manaf müəllim. Maşallah hamısı ziyalı, alim. Mən isə redaktor, şairə oldum dünyada. Məlikə fəxr edir. Çatıb balaca, bax beləcə bir adam istəyir ki, izi qala, sözü qala dünyada. Çox gözəl, çox gözəl şeydir, çox gözəl şeydir. Həqiqətən də çox gözəl. Sizə çox sağ olun, var olun, Nisa xanım, Çağdaş ədəbiyyatımızın nümayəndələri burada əyləşən insanlara qiymət verdiniz, yaradıcılarına qiymət verdiniz, sağ olun, var olun. İndi isə Nisa xanımın yaradıcılığı barədə danışmaq üçün sözü şair Akif bəyə verir. Buyur Akif bəy, sözləri bildirsiniz. Çox sağ ol İbrahim müəllim, dəvətiniz üçün çox sağ olun və gələn qonaqlara çox sağ ol deyirəm. Ən öncədən Nisa xanıma çox sağ ol deyirəm və təbrik edirəm. Mən bu üçüncü kitab Nisa xanım bayaq 5-ini dedim, mən 3-ü ilə üçüncü kitabın bilirdim. Bunlar ikisi rus dilində, bəli. Ondan xəbərim yoxdur, indi bunlarla da maraqlanaram, baxaram. Mən Nisa xanımın yaradıcılığını yeni olsa da, burada poemalardır, şeirlərdir. Mən çox xoşum gəldi, bayaqdan da maraqlanıram. Həqiqətən də sözə, elmə dəyər verən bir insandır. Ədəbiyyatla bağlı bir insandır. Burada çoxdur bunun şeirləri, həm vətənpərvər, həm ay işığı, Laçın, yola Laçın, bu dünya vəfadır, bu dünya fanidir. Həqiqətən belə gözəl şeirləri var. Mən də bu şeirlərdən birini, vətənpərvər şeirlərindən bir cümlə səsləndirmək istəyirəm Laçınla bağlı. Laçında dağlar məni, dağladı dağlar məni. Laçına qonaq gəldim, tutdu ağlamaq məni. Bu dəyərli sözlər üçün. Az həcmlə, Az çox həcmdə söz. olsa da bəli, dünya fanidir. Çox bayaqdan Müsadə edelim. Az, bəli. Təzədən görmək Əlbəttə ki, bizim üçün qürur Varmışdır, var, puç olan arzularım var. Mən heç kimə puç olan arzular arzulamıram və həqiqətən də həyat, indi burada da adından da məlumdur ki, alın yazısı. Və bu kitabla bağlı çox sözlər demək olar və mən buna başqa heç nə demirəm, mən bunu təbrik eləyirəm, bu Nisa xanımı. Yaradıcılığında uğurlar arzulayıram, axarıncı olsun deyirəm. Çox sağ olun. Onu da qeyd edeyim ki, Akif müəllimin bir kitabının mən redaktoruyam. Bəli, Tanrım məni vətənimdən ayırma kitabının da Gözəl adı var. Gözəl adı var, bəli. Allahım,
Ayırmamayın. Deməli, mən bir şey söylədim. Ne kadar Şey- bu sözde büyük bir mana var ki. Vətən. Tanrım, Bəli, vətənimdən yenə də ayrı. deyirəm, yəni az sözdə çox şey demək çıxdı bu. Əlbəttə ki. Əlbəttə ki. Deməli, bir məsələni demək istəyirəm ki, Nisə xanımın şeirləri, nəsr əsərləri Həqiqət Özə qəzetində mütəmadi çap olur. Və mən yəni onun hekayələrindən Xınna Dərəsi, Balaca qızın böyük arzuları əsəri böyük oxucu kütləsinə təsir etmiş ki, onlar bu yazısı ilə, bu şairə xanımla, onun yaradıcılığı ilə maraqlanmışlar. Eləcə də Nisə xanımın şeirləri oxuyan oxucularımız da Nisə xanımın yaradıcılığı ilə, onun həyatı ilə maraqlanırlar. Ona görə də əlbəttə Nisə xanımın yaradıcılığı çox zəngindir və hesab edir ki, inşallah Nisə xanımın yaradıcı uğurları davam eləyəcək. Biz də hər birimiz Nisə xanıma yaradıcı uğurlar arzu edirik. İndi isə Nisə xanımın yaradıcılığına yaxından bələd olan ATV1 kanalının direktoru şairə Nasir Məlikə xanıma söz verir. Təbii ki, Məlikə xanımın, Nisə xanımın yaradıcılığı barəsində ürək sözləri çoxdur. Bəli. Və buyur Məlikə xanım, fikirləri izləyicilərimizə Hamımızın bildiyimiz kimi Nisə xanım Azərbaycanda yaşamır. Moskva şəhərində yaşayır. Orada bizim ITV kanalının aparıcı müxbiridir. Tez-tez gözəl verilişlər çəkir, reportajlar eləyir. Oradakı Azərbaycanlıları bir yerə toplayır, gözəl təqdimatlar eləyir. Oradan göndərir bizə, biz də onu montaj eləyəndən sonra, düzəldəndən sonra bir ITV kanalına qoyuruq, işıqlandırırıq, xalqımıza yayımlanır, çatır. Hamı da Nisə xanımı artıq bizim izləyicilərimiz tanıyır, sevir, sevə-sevə onun verilişlərinə də baxır, kitablarını da oxuyur, jurnallarımız çıxır tez-tez, əsrin ziyalar. Jurnalımızın səhifələrində Nisə xanım öz gözəl fikirləri ilə, şeirləri ilə, sözləri ilə, yəni gözəl çıxışlar eləyir. Jurnalımıza rəngarənglik qatır, necə ki verilişlərimizə rəngarənglik qatır. Mən ondan çox razıyam, o bir aparıcı müxbir kimi. Moskva şəhərində olan aparıcımız, müxbirimiz. Bizi elə bil ki, göylərə pərvazlayır. Həm dəstəkdir, mənəvi, maddi, köməyimizdir, öz köməyini əsirgəmir. Yəni heç vaxt öz köməkliklərini əsirgəmir. Mən Nisə xanıma təşəkkür edirəm. Onun gözəl ailəsi var, gözəl oğlanları, iki oğlu var, qızı var. Yaxşı, kürəkəni var, hamısı ailəlidir, hamısını tanıyıram. Orada Azərbaycanlılar yığıb bir araya, onların da tanıyıram adlarını. Aramızda da nəvələrim adlı şeiri var. Allah saxlasın hamısını. Bir sözlə Nisə xanıma fəxr edirəm. Mən bir daha sizi təbrik edirəm və istəyirəm ki, sizə bu gözəl gün münasibətilə bir şeirimi deyim və sizin simanızda dostlarımıza da hədiyyə olsun. Tanrım, qaytar məni şairliyimə. Canım da şeirdir, qanım da şeir. Kimsələr gülməsin şairliyimə. Mən qala bilmərəm şeirdən ayrı. Tanrım, qaytar məni şairliyimə. Haçanlı söz qoşub şeir yazmıram. Köksümü qələmlə ovub qazmıram. Xəyallar içində itib azmıram. Tanrım, qaytar məni şairliyimə. Yaradan ucadır, Allah kərimdir. Ovcuma tökülən alın tərimdir. Mənə həyat verən şeirlərimdir. Tanrım, qaytar məni şairliyimə. Dərd elə mənlədir, mən də dərdləyəm. Qorxuram kimsənin qəlbinə dəyəm. Varlıyam, kasıbam, bilirsən nəyəm. Tanrım, qaytar məni şairliyimə. Çok güzel. Dünya gözəl, çox qorxudadır, bənizi ağdır. Dünya qorxudadır, bənizi ağdır. Dərdə dözən başım hələ ki sağdır. Şeirsiz ömrüm bəhərsiz bağdır. Tanrım, qaytar məni şairliyimə. təbii ki. Tanrım, qaytar məni Çox şairliyimə. gözəl. Sağ olun. Həqiqətən Təşəkkür edirəm. Var olun. oxuduqdan adam istəyir ki, oxuya, bayaqdan da elə mən oxuyuram gələndən. Məlikə xanım mənə təşəkkür edirəm ki, mənim şeirlərimi
Aşıq Fərid Əzizində. Orada Təbəli xanım Zəngəzurlu sizin kitabınız, o bir kitabınızı vermişdim, oxuyub. Deyir ki, bəs sizin aparıcı müxbiriniz Moskva şəhəri üzrə istərdik ki, bizim verilişimizə gəlsin, söylərin, çıxsarlasın, aşıqlarımızı səsləndirsin. Yəni, özü mənə şəxsən zəng edib. Nisə xanımın gərayirlərini oxudum. Nisə xanımın mən də bir gərayirəsini bəyəndim orada. İnşallah çox istəyirdim ki, o saz havasında səslənsin. Şeiri oxuyanda artıq o saz havasında dinlədim o şeiri mən. Hansı? Bayaq o üçün seçdiyim şifahi şeir. xalq ədəbiyyatından Bəli. nümunələr də var da. Bəli, bəli. O şeir çox gözəl şeirdir. Nisə xanımın bir şeirində mən yaxın Maral günlərdə Dərəsi. səsləndirdim, özünə atdım. Çox gözəl alınır. Onun yaxın qohumu var, onun rejissoru var, onlar da yəni klip eləyibdi. Rejissorumuza deyərik, onda Yəni bir bu əlavə eləyir. Bu bir şey. Mən kiməm onda? Bəlkə mən deyiləm. Mən kiməm onda? Bəlkə bu dünyaya azıb gəlmişəm. Niyə haqsızlığa dözə bilmirəm? Niyə vəfasızlıqdan yaza bilmirəm? Mən başqa bir dünyada bəlkə var idim. Bəlkə sevgim mənim bir ünvan idi. Bəlkə o dənizdən üzüb gəlmişəm. Hər şeyin çoxluğu baş gicəlləndirir. Bəlkə o saflıqdan da bezib gəlmişəm. Vallah mən deyiləm. Mən kiməm onda? Özüm də bilmirəm. Mən hardan hara? Bəlkə bu dünyaya azıb gəlmişəm. Bəlkə haqq, ədalət orada var idi. Haqq, ədalətdən də bezib gəlmişəm. Düzlükdən usanıb bezib gəlmişəm. Düzlükdən usanıb bezib gəlmişəm. Bezib gəlmişəm. Şeirin müəllifi ITV kanalının Moskva şəhəri üzrə aparıcı müxbiri Nisə Aslan Sadiq. Şeiri səsləndirdi ITV kanalının baş direktor Məlikə Göyçəli. İndi mən Maral Dağı şeirini demək istəyirəm. O mənim əlbəttə ki, insan nə qədər gözəl ölkələrdə gəzsə, gözəl yerlərdə gəzsə, o doğulduğu vətən, Məkan. o öz torpağı, o daşı, suyu, bulağı insana o qədər xoş. Bizə o şeirdir, amma onda nəğmə də var. Elə bir ki, adamın nəğmə kimi Onu gözəl olur. Bəli. Çünki o şəkildədir. Danışıq şeiri O mənim şəklində o. olduğundan Hə. istər-istəməz oxuyanda o şeirdə o ahəng havalanma gedir. O mənim dağlarıma aiddir. Maral dağı, sevgisi var. Maral kimi dağı. Gəzdiyimiz bir gözəl yerlərdir. Vətən sevgisi. Çırağın, çürəzgilin bağı idi. Ağaçları dərə, qırar, gəzərdik. Çəmən yığar, qutu saymaz əzərdik. Başımıza gül ləçəyi bəzərdik. Maral dağı, söylə görüm, indidən gözəldir. Maral dağı, atan səni sevərdi. Maral dağı, səni sevərdi. Məncə bu qədər kifayət edir. İnşallah aşıqlar məclisində oxuyanda daha mənim yerlərim çox şad olar, çox sevinər və bunu bəyənə, sevə qulaq asarlar. Əlbəttə, çox gözəl, çox yaxşı. Deməli, artıq bizə məlumdur, oxuculara məlumdur ki, Nisə xanımın yaradında aşıq ədəbiyyatı da var. Yəni, şifahi xalq ədəbiyyatımızın nümunələri də var. Bu çox gözəl bir daha sizi təbrik edirik. İndi isə Məlikə xanım, mən istəyərdim ki, həmin o şeir ki, biz klip şəklində hazırlamışıq,
Melike xanım onu elə gözəl dedi ki, Bəli. elə canlandırdı ki. Məncə səsləndirsin Nə dinləyək. istəyirdi o şeiri mənə? Bilirsiniz mən nə istəyirəm? O şeir, yəni bu verişə əlavə olmayacaq, o təkrarçılıq çıxar. Mən əlavə bir, nəsə bir sürpriz eləmişəm. Mən kollektivimlə birgə, özüm bir baş direktor olmaqla yanaşı fikirləşmişəm ki, Nisə xanım bizdə çox işlər görür. Ona görə həm də milli mətbuatımızda, eləcə də birliyimizlə, ATV kanalımızla çox işlər görür. Kitab, qəzet jurnalımızda həm özünün barəsində geniş yazılar olur, həm də yaradıcı adamları axtarıb arayıb, tapıb, gətirib, yəni bizim verişlərimizdə rəngarənglik qatıb, onları işıqlandırıb, xalqa çatdırmağa da böyük işlər görür. Ona görə qərarı almışıq ki, Nisə xanımın Alın Yazısı adlı kitabı ilə əlaqədar olaraq ona ATV kanalı adından, çox sayılı üzvlərimiz adından bir fəxri diplom hədiyyə edirik. Melike xanım, Çox təşəkkür edirəm. Təbrik edirik. Buyurun, bu sizin əməyinizə teşəkkür edirəm. Mən vətəndə bu fəxri ada, fəxri diploma layiq olmağıma fəxr edirəm. Və mən vətənimi sevirəm. Siz çox Təbrik edirik bizə Nisə xanım. siyalı, alovlu, dəmalı. Mən vətənimi fəxr edirəm. Yaradıcılığınıza verilən böyük təbii ki, hədiyyədir. Əlbəttə siz daha böyük hədiyyələrə layiqsiniz yaradıcılığınızla. Amma bu da bir hədiyyədir də, ATV kanalı adından hədiyyədir. Xanım, hər birinizə təşəkkür edirəm. Sağ olun. Və hər birinizin Buyurun Rəhan xanım, son söz. Mən bir daha bu gözəl gün üçün səbəbkarımızı təbrik edirəm. Nisə xanım, sizə bol-bol uğurlar arzulayıram. Sizə həm həyatınızda, həm yaradıcılığınızda bol-bol uğurlar olsun. İndi sizi təqdim etdi o fəxri fərmanı sizin halal haqqınızdır. Bəzi görsən ki, o haqq olmayanlar o alırlar, amma sizin həqiqətən də halal olsun. Sizdəki olan bu vətən sevgisinə görə, Qarabağ sevgisinə görə, sizin bütün əsərlərinizdən bizim vətənimizin ətri gəlir. öz vətənim olmasa da bütün vətən mənimdir. İnanın mənə, sizin bütün əsərlərinizdən də, şeirlərinizdə vətənin ətri var. Əsas odur. Çox sağ olun. Mən sizi tanımağıma çox şad oldum. Yenə deyirəm, yaxşı insanlar mənim üçün bir tapıntıdır, böyük bir tapıntıdır. Yaxşı insanlar bir-birini tanımalıdırlar. Çünki dünya yaxşı insanların üzərində bərqərardır. Yaxşı insanlar olmasa dünya dağılar, inanın mənə. Çox sağ olun. Məlikə xanım, sizə də təşəkkür edirəm ITV1 kanalına. Mən sizin yaradıcılığınızı çox Bəli, sevirəm. bəli. Sevil xanımın da, sizin də, Elbək müəllimin də, Akifin də. Təşəkkür edirəm sizə də. Fəxr edirəm sizinlə. Çox sağ olun, var olun. Yəni ITV kanalına nə gözəl qonaqlar gəlir, nə gözəl işçilərimiz var, nə gözəl şairlərimiz var. Yəni öz sözlərini, öz ürək sözlərini Çox sağ olun. gəlib burada xalqa çatdırır. Mən də çox sevinirəm. Çox sağ olun. Çox sağ olun. Həmişə İnşallah bizimlə ki, olun. davamlı Var olun, bəli, davamlı olun. Siz çox sağ olun ki, bu işdə böyük əməyiniz var. Tabii bizim borcumuzdur. Biz o işləri görməliyik. Çünki yenə deyirəm, bu elə bir tədbirdir ki, ziyalı tədbiridir, yazarların tədbiridir. Və Nisə xanımın da ədəbiyyatımızdakı deməli xidmətləri böyükdür. Biz hamımız onun xidmətlərini bəyənirik və ona uğurlar arzu edirik. Yenə Nisə xanım, izləyicilərimizə nə sözün varsa, əlbəttə ki, maraqlıdır, sözdür deyim. Sizə Təşəkkürlərinizi dəstək bildirin. hər birinizə təşəkkür edirəm. Əlbəttə ki. Məndə çox vaxt soruşurlar ön söz. Bu mənim o son söz elə mənim ön sözümdür. Ön sözüm son sözümdür. Bunu elə biz müzakirə ediriksə bu ön sözdür. Hər birimiz bunu müzakirə elədik və hər birinin insanın buna razılıq eləməsi mənim üçün böyük bir təşəkkürdür. Bir də ki, mənim bir qəşəng sözüm var. Mən hərdən kitablarımın hər birində hikmətli sözlər yazmışam. Bunlar söz deyə bilmərəm. Hikmətli Özümü o sözlər. güzəlliyə qaldıra bilirəm. Orada bir qəşəng bir sözüm özümün də xoşuma gəlir ki, insan nadan olmasın gərək. Nadanlar hər bir şəxsə nəsə pislik axtarır. Yaxşı insanlar hər şeyi, hər bir kəsi yaxşı görərlər. Nadan olmayaq. Yəni yaxşı olaq. Yaxşılıqlarla da bu dünyamızın nə qədər ömrümüz var, onu gözəl bir şey. Şükürlər ki, ətrafımız yaxşıların yaxşısı. Yaxşıların yaxşısı. İnsan hər şeyi yaxşı görəndə işlər də yaxşı gedir. Əlbəttə.
Yəni, sağ olun. Əlbəttə ki, o yaxşılığı görmək üçün də insan müəyyən qədər savada, bilgiyə malik olmalıdır. O insanlar yaxşılığı görürlər, qiymətləndirirlər. O bilik olmasa, insan İnsanın yaxşıdan xoş yaxşı niyyətidir, iş o- əsas xoş niyyət. Hə. O xoş niyyət oldu, insanı o yaxşılığa aparacaq. Bəli. Nisə xanımda da bu xoş niyyəti, xeyirxahlığı görürük və Çox sevirik. təşəkkürlər. Sizin Çox yeni təşəkkür kitablarınızı gözləyirik. Biz daha sizə uğurlar arzu edirik izləyicilərimiz adından. Dəyərli izləyicilərimiz, bununla da alın yazısı verilişinə ayırdığımız vaxt bitmiş hesab olunur. Bütün Sağ olun, var Azərbaycan olun. xalqına bayramlarını yeni təbrik edirəm. Mübarək Moskvada olsun. yaşayan Azərbaycanlarıma, soydaşlarıma öz salamı yetirəm. Təşəkkürlər.